Boşanırsan, Hə. onda evin başımı soyundursan, telefonumu gətirsən, qoyursan bura, maşını atarım, qoyursan, özün də bu evdən çıxıb gelirsən. Niyə? Çünki bunların hamısı mənim atam eləyib. Nəyə gülürsən? Arzu, sənin bu saydığın şeyləri hamısını mən eləmişəm. Necə yəni? Bəli, sadəcə istəməmişəm ki, bir qız övladı olaraq biləsən ki, atan kasıbdır, atan heç nə eləyə bilmir. Hamısını mən eləyirdim, yalandan deyirdim ki, atan eləyir. İnanmırsan, yığ soruş. Yaxşı gözləm. Ay, yığma, zarafat eləmə, yığma, zarafat eləmə, elə şey yox, hamısını atan eləyir. Prosta özüm elədim, o çoğlarda olur. Dur, ol buradan. Qaçmaya bura gəl, söz deyirəm. Qaçmıram, gəzməyə çıxıram, yürüyüşə çıxıram. Sən adıma proqrama yazmışam, yazılıb Rəsul Ürəyim. Ürəyim, ürəyim, bibim həmişə mənə nə deyir, demir bibisinin ürəyi. İndi götürüb adımı yazıb ürəyim də. Yaxşı, bu nədir? Yazılıb Rəsul Ev. Rəsul evdir öyle, o sözləri ayırma. Rəsul evdir. Əskər yoldaşımdır. Elə bilirdi mənim familiyam Rəsul evdir. O familiyalar olmur Qurbanov, Quliyev. Rəsul Ev familiya olur. Ha, niyə minzur familiya var? Yaxşı, bunlar da keçsin. Bu nədir? Yazılıb Rəsul Bacanaq. Rəsul Bacanaq. Demək istəmirdim ürəyim, sürpriz idi. Amma söz ver ki, öz aramızda qalacaq, məndən eşitməyibsən. Hə. Mənim dostum Peyman sənin bacını istəyir. Bəli, sevir. Nə demək olar? Mənə dedi ki, bu həftə Arzu ilə elçi gedəcəyik, evlənəcəyik, xoşbəxt olacaq. Ona görə indidən adımı telefonda yazıb Bacanaq. Rəsul, mənim bacım yoxdur. Qardaşımı sevir. Nə danışırsın? Bilmirəm ürəyim, bu sosial şəbəkələr bəzi cavanları pozdu. Dostumdur, kəsib ata da bilmirəm. Rədd ol, buradan ayrılıram səndən. Dostuma görə. Arzu, mamamgil gəlirlər, bizə qəşəng bir dənə yemək pişir. Baş üstə. Bacımgillə gəlir, onlara da süfrə aç. Baş üstə. Arzu, Hə? mamamgil satırlar, otaqları zadı qəşəng yığışdır. Baş üstə. Mamam deyir bir dənə qəşəng tort pişirsin. Başqa nə istəyin? Nə sayaqlıysan, nə bayaqdan? Ay ben elə qəşəng yuxu görürdüm. Sən ancaq elə yuxuda görərsən. Salam xanım. Salam. Bayaqdan bu yaşıllıqların arasından sizə və sizin özünüzə məxsus olan gözəlliyinizə baxıram. Çox sağ olun. Deyirəm bəlkə kabinetdə bir çay set, bunların qəşəng çay seti var. Qəlyan, samavar. Mən bilən siz deyən setin qiyməti 45 manatdır. Ali savadlı insana oxşuyursunuz, amma hesab kitabı bilmirsiniz. Niyə? Sizdə belə bir görkəmdə olan bir insanın cibində 22 manat 50 qəpik yoxdur. 22-50 yox, 45 manat. Bildim də adama 22-50 düşür də, 45-22. Sən seviyyəsiz adamsan. Səviyyəsiz sən. Deyirəm 1-2 saatlı tanış olmuşuq, amma elə bilirəm 1-2 ayda tanıyıram səni. Çünki ikimiz də səmimi insanıq. Bəli, səmimi. Amma çox istəyirəm ki, sənin haqqında maraqlanım, 1-2 sual verim. Buyur. Evdə neçə nəfərsiz? Evdə 2 nəfərik, padruqamdır mənim. Amma belə gəlmək istəsən dostumu da gətir, dördü deyit eləyək. Xəstə sənsən, mən evdə Ha, mənim fikrim ciddidir, deyirəm, yəni evdə neçə nəfərsiz, mama, papa? Ayda, heyecanlandım, nə olar, təzdən verir sualı, təzdən. Hə, yaxşı, evdə neçə nəfərsiz? Evdə anamdır, atamdır, padruqamdır mənim. Yenə deyirəm, gəlmək istəsən qabaqcadan xəbərlə anam giri yola salım, dostumdan gəl. Ha, xəstə sənsən, mən deyirəm ciddidir, sən canın düşsəndən oldun. Mən səndən yolda sən maşına belə eləyəndə bilməliydim ki, bu ciddi işdir. Ayda, nə gözəl yerdir, bura nə qəşəng yeməklər var. Özüm ilk görüşümüzü belə bir məkana saldım ki, yadda qalan olsun. Mən fetişino istəyirəm. Sən qələt eləyirsən. Başa düşmürəm. Nəyi başa düşmədin? İlk görüşümüzdə hələ bir-birimizi tanımamışıq. Bəlkə diyaloqumuz alınmadı, söhbətimiz alınmadı, bəlkə nişanlanmadıq, evlənmədik. İndidən sən 50 manat, 100 manat şot verməliyəm mən. Sən də dırnaq arası oğlansan. Yaxşı eləyirəm, əsas o da dırnağımızda lak yoxdur. Rəsul. Ay Rəsul. Fetişino istəyirəm, hara baxırsan? Fikirliydim, gözüm yol çəkirdi. Ürəyin nə istəyir, qurbandır sənə. Ay Rəsul, tapdım. O nədir o? Cadu. Kim bastırıb onu? Kim eləyəcək? Bu evə sənin bacından başqa kim gəlir? Hayır, mənim bacım səni çox istəyir, o insan sevən adamdır. O həmişə sən olmayanda da danışırdı ki, bizim gəlinimiz çox gözəldir, biz onu çox istəyirik, o bizi çox istəyir, o bizim qulluğumuzda durur. Həmişə səni tərifləyib. Mən çox istəyirsə bu Cadu niyə bura bastırır? Aa, kim deyir o bastırıb? Gətir baxım görüm nə yazır. Rəsul? Acı gərək eləməzdi. Tanıdın məni? Yox. Bir zamanlar səni dəli kimi sevib, hər gün sənin arxanca düşən, sonunda isə yox cavabı alan bir oğlan. Rəsul? Bəli. Necə dəyişilmisən? Necə yəni? Fərqli olmusan? Necə yəni fərqli? Başqa olmusan? Dəyişilmisən çox. Necə çox? Tam başqa olmusan. Necə tam başqa? Əvvəl xiyara oxşuyur, bu eşitmək istəyirdin. Nə mədəniyyətsiz adamsan sən? Yaxşı eləyirəm, dur vızqır. Xanım üzr istəyirəm, Kia Optima 423 sizindir. Yox. Xanım üzr istəyirəm, 236 nömrəli iPhone sizindir, BMW. Yox. Xanım üzr istəyirəm, Mercedes sizindir, qırmızı rəng. Yox. Göy rəngdə Chevrolet sizindir, xanım. Yox.
Bəli, bəli. Okeaso filtrinin bütün rayonlarda filialları var. Çatdırılma, quraşdırılma ödənişsizdir. Aha, buyurun, çox sağ olun. Xanım, çox üzr istəyirəm. Ağ rəng Priora sizindir. Ay qardaş, məndə Hyundai'dir, Hyundai. Hə, sizin maşınınız yanır çöldə. Nə yandı be, bayaqdan yedirmirsən mənə? Dedim alışdıra deyim də ürəyiniz yatmasın. Sən